Bir dəqiqədə biologiya. Bugünkü mövzumuz ribosomlar. Ribosomlar hüceyrənin membransız orqanoidləridir. Ribosomlar ən qədim orqanoid hesab olunur. Ribosomlar həm prokaryotlarda, həm də eukaryot hüceyrələrdə rast gəlinir. Prokaryotların nüvəsi olmadığına görə, məhz ribosomların yaranması və fəaliyyət göstərməsi sitoplazmada baş verir. Amma eukaryot canlılarda ribosomun bütün hissələri nüvədə əmələ gəlir və ribosom həm sitoplazmada, həm dənəvər endoplazmatik şəbəkənin membranında, əgər bitkidirsə plastidlərdə, bir də mitoxondrilərdə rast gəlinir. Ribosomlar zulal biosintezini həyata keçirdir. Məhz ribosomların iki hissəsi olur: böyük hissə və kiçik hissə. Böyük hissədə nəqliyyat RNT-nin gətirdiyi amin turşuların gəlməsi və çıxışı üçün müəyyən sahələr mövcuddur. Kiçik hissədə isə məlumat RNT-nin gətirdiyi amin turşuların birləşməsi üçün sahələr ayrılır.